Görüşürüz 3-4 aydan sonra. Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu mənim YouTube kanalım üçün çəkdiyim bilməm neçənci videodur, amma inşallah ki bu videonu paylaşmaq qismət olar. Nə çəkim deyə düşündüm. 2 ay bundan qabaq getdiyim Rusiya vloglarını zaten paylaşmışam. Rusiyadan fərqli bir şeylər almışdım. Niyə vlogunu çəkib paylaşmağı. Onlardan biri də belə bir şəkərlər idi. Çəki ilə satılırdı, paskada deyildi. Belə fərqli içkilərin tamları və meyvələrin tamlarıydı. Mən açıq Azərbaycanda heç görməmişdim belə bir şeylərdi. Düzdür. Məndə hal-hazırda Sprite, Cola, Fanta, ananas tamlı, banan tamlı, şaftalı, hətta kokos da var. Gördüyünüz kimi. Bunların dadına baxmaq istəyirəm. Necə bir şeydir? Azərbaycanda bilmirəm, olar yoxsa yox. Neysə, çəkibdi qardaşdan soruşaram. Gəl birinci mənə ən maraqlı gələn Cola tamı. Çal görək necədir. Denən 2 aydır bunu almışsam. Bəlkə niyə xarab olub bu? Niyə istifadə eləmirsən? Jelibona bənzər bir şeydir. Cola tamı yox da kolanın qoxusu gəlir daha çox. Alıb yeyə bilərsən mi? Yeyə bilərsən. Xoşlayan olsan. Gəlin Fantaya keçək. Əlaqəysə. Burada şirəldir. Fanta daha yaxşı. Biraz bayaq nisbətən. Bu daha sərt gəlir. Bu arada hər də kameraya baxmaq tutura bilməmişəm. Sprite də mənə maraqlı gəlirdi. Bir Sprite'a da baxaq. Yaşamda bir nəfər də olaydı, onun dadına baxdırardı. Buna heç bir dad gəlmədi. Şirin bir şeydi sadəcə. İnşallah mədəm bu ağrısının altısını çəkməz. Şaftalıya baxaq. Zaten ağza qoyan kimi əgər onun qoxusu və tamın gəlirsə deməli okeydir. Şaftalı da qəşəng. Bu meyvə tam. Meyvə deyil. Jelibon kimidir. Ama jelibon da değil. Fərqli bir şeydir. Ananasa baxaq. Başqa vaxt alıb yiyərəm mi? Yox. Belə video çəkmək üçün alıb yiyərəm. Evdə olsa bəlkə də bekarçılıqdan yiyərəm. Əllərində şir oldu, dinən sarıqqa qoyda yandım. Ananas da belə də. Bananı ataq. Bananın qoxusu gəlir. Neyse 2 dənə qaldı. Bunları da tez bazar yoxlayaq. Bu kokosludur. Temiz mukbang oldum. Bu tabii ki mukbang olmam. Mənə çəkmə yaraşmır. Olmuyor sonunda. Mərdəmini zarlamayayım. Sevmədim. Üzümlü yoxlayım. Sona geçenlerden biri lab. Tamı yox da qoxusu daha ağır basır. Benim ama yeniden çox beğendim. Fanta və şaftalı oldum. Fərqli bir şeydir. Siz ümumiyyətlə Azərbaycanda bundan görmüsünüz mü? Görmüsünüzsə harda görmüsünüz? Yorumlara yaza bilərsiniz. Və belə bu qədər. Mənansız bir videonun sonuna gəldik. Bye bye. Görüşürüz 3-4 aydan sonra. Haydi neyse.